deyirəm, nə yaxşı TV-lər, yəni yerli, milli televiziyalarımız bir çox müğənni qadınlara, kişilərə bir neçə nəfərdir, amma əsasən çoxluq qadınlar təşkil edir, onlara bir qadağa qoyuldu. İndi həmin o qadınlara deyirəm ki, belə diliniz ağzınıza yerləşmir, çölə çıxır. Mən bəzən onları qoca itlər olur, ləhləyir. Bunlar da üzr istəyirəm ifadəmə görə, doğrudan onlar bəziləri ləhləyir də, biri var ümumiyyətlə ləhləyir, dili ağzına yerləşmir. Və dəfələrlə demişəm, azından bu arada bir məqam yaranıb, sizə bir zaman veriblər, gedin müalicə olunun. Və yenə də deyirəm, dilinizin üstündəki o ərklər var, onları təmizləyin. Yenə də deyirəm, həkimə müraciət edin. Diliniz görünür, çox iyrənc görünür. Yenə də deyirəm, TV-lərə təşəkkür edirəm ki, bunlara bir qadağa qoyuldu ki, siz hələ ki görünməyəcəksiniz. Yenə də deyirəm, məqamdır. Gedin diliniz üstündəki ərpi təmizləyin. Sarı Səfradan məsləhət.